İstəyərdim ki, oyunlardan öncə Nihat Əhmədzadəni 3 kəlmə ilə ifadə edəsən. Nihat Əhmədzadəni. Soyuqqanlı, səbirli, bir də çalışqan. Əslində tam futbolçuda axtarılan xüsusiyyətlərdir biraz. Soyuqqanlı olması, səbirli olması, çalışqan olması. Uğurlu xüsusiyyətlər. Belçikadan Westerlo'dan transfer danışıqları olduğu deyilirdi. Belə bir mövzu vardımı, yoxsa necə nəticələndi? Belə mövzu var idi. Belə daha ətraflı məlumat bilmirəm mən. Ona görə. Amma elə bir söhbət var idi, onu bilirdik. Sadəcə maraq var idi, təklif yox idi. Yox, təklif var idi. Komandadan ayrılmaq istəyərdin. Əgər baş məşqçi, prezident də razı olsaydı, niyə də olmasın da, yəni xarici klub idi özdə. Nə, çox həqiqətən perspektivli klub idi əslində qalsa. Hə, təbii ki. Gələcək klubu idi. Sən orada görmək istəyərdin, çox maraqlı olardı. Azərkeşlik etdiyin klub bir xarici, bir də yerli alacağıq. Yerli öz klubumdur, təbii ki, Sumqayıt. Xaricdə belə çox yoxdur, amma belə deyim də Türk klublarındandır. Beşiktaşdır. Qaraqalçaq. Aha. Özümə Qaraqalçaq. Qalatasaraylıyam. Derbi yaxınlaşır. İnşallah. Bu mövsüm Sumqayıtda 315 dəqiqə almısan və bir qol vurmağı bacarmısan. Sənin üçün bu vaxt və bu performans yetərlidir? Mən heç yetərli deyil. Yəni düzün deyim də. Yəni çox aşağıda belə deyim. Ona görə əlimdən gəldiyi qədər şans tapanda əlimdən gələndən yaxşısını eləməyə çalışıram da, amma dediyim kimi çox azdır da mənə görə. Yetərli deyil. Bəlkə daha çox şans tapsan daha yaxşı performans göstərəcəyinə inanırsan. Elə deyil? Təbii ki. Təbii ki, təbii ki. Azərbaycanda futbol davam etmək üçün nədən motivasiya alırsan? Belə deyim də, mən uşaqlıqdan belə həvəsliyəm də futbola. Yəni motivasiyam heç vaxt düşmür. Belə çətin vaxtlar olur, təbii ki, futboldur. Amma motivasiya həmişə pik nöqtədə qalır da, yəni düşürməməyə çalışıram hər dəfə. Yəni çətin vaxtlar çox olur, onu deyim. Motivasiyanı qoruyub saxlayırsan və bu motivasiya davam etməyi saxlayır. Kumirin hansı futbolçudur və Kumirinin özündə gördüyün xüsusiyyəti hansıdır? Kumirim Cristiano Ronaldodur. Ona baxaraq belə özümdə xüsusiyyəti bilmirəm, onu yəni özümdə tapmamışam hələ. Yəni azarkeşlər bilər bəlkə. O bəlkə rəylərdə görərik ki, inşallah. Bir günlüyünə bir futbolçu olmaq istəsən, hansı futbolçu olmaq istəyərdin, nə işlə məşğul olardın? Yəni Cristiano Ronaldo deyəcəm. Aha. Amma bilmirəm də Ronaldo'nun yerində olsam nə edərdim. Amma onun yerində olmaq istəyərdim həqiqətən. Onun təcrübələrini görmək istərdin ha? Necə məşq eləyir, özünə necə baxır, yeməklərinə falan filan, yəni çox şey var. Yəni onun yerində olmaq həqiqətən başqa bir hissdir. Öyrənmək istərdim. Kopyalamaq olar ha, bir neçə şey götürmək olar. Gələcəklə bağlı hədəflərin, özünü harda görürsən? Gələcəklə bağlı həmişə belə xəyalım xaricdə oynamaq olub, həmişə də, belə deyim. Yəni hətta belə deyim, top 5 liqalardan birində oynamaq istəmişəm. Yəni istəyirəm də hələ. Əlimdən gəldiyi qədər də çalışıram görək inşallah gələcəkdən olur. Futbolçu olmasan nə olmaq istərdin? Futbolçu olmasam aktyor olmaq istərdim. Həvəsində olmaq və filmlər azada çəkib. Onu istəyərdim həqiqətən. Karyeranda sənə bir şeylər qatan bir an və yaxud bir insan kim olub? İnsan mənim əlimdən tutub ilk futbola gətirən məşqçilər olub. Belə bir iki insan var, çəkə bilərəm də adını. Sabir Əliyev olub, bir də Kənan Kərimov olub da məşqçilərim. İlk əlimdən tutub gətirəndə futbola. Yəni onların adını qeyd eləmək istəyirəm. Ailən necə dəstək olurdu? Ailəm təbii ki, atam çox vaxt dəstək olub, anam çox razı olmayıb da yəni futbol. Anam həmişə deyib oxu. Çox gəncin elə qarşılaşdığı situasiyadır. Bəli. Ölkəmizdə saf bir şəkildə futbolçu olmaq, bir yerlərə gəlmək mümkündürmü? O suala baxanda biraz qəribə olmuşdum. Yəni bilmədim də nə cavab verim. Yəni niyə də olmasın da? Düzdür. İndi Azərbaycana belə nəticələr olaraq, millimizin nəticələri olaraq biraz geridəyik futbol baxımından. Əfsuslar olsun. Yəni əfsuslar olsun. Amma yəni niyə də olmasın da? İnsanın özündən asılıdır hər şey belə baxanda. Yəni səbir, əzmkarlıq. Səbir, təbii ki, bunlar olmalıdır. Yəni hər bir çətinliyə lazım. Yəni situasiyalarla qarşılaşır hər bir Azərbaycan gənc futbolçusu.
və yaxud 13-16 yaşlı futbolçulara necə bir tövsiyə verərsən? Yəni yenə səbir, əzmkarlıq yoxsa? Yəni o yaşda bilmirlər həqiqətən gələcəkdə nələr olur da, nələr qarşılarına çıxa bilər. Yəni çətinliklər olacaq. Onlara indidən deyəcəyim budur. Çünki futbol həqiqətən ağır bir oyundur. Çünki hər an hər şey ola bilər də. Elə çətinliklər ola bilər. Dəqiqə olaraq az şans ala bilərsən. Yəni bilmirsən də nələr olur futbolda. Amma səbr eləsən, öz üzərində daha çox çalışsan, məncə daha belə qabağa gedəcək. Az yaşlı uşaqlara aiddir yəni bu. Suallarımız bu qədər idi. Nəsə ürək sözün varmı, yoxsa yoxdurmu? Yoxdur. Yəni qəşəng keçdi. Yəni bu şey necə deyirlər? İlk dəfə idi də deyəsən, hə? Sizdə də. Bəli, bu ilk dəfədir. Yəni mənim görə əla alındı. Qəşəng suallar var idi azarkeşlərdən. Təşəkkürümü bildirirəm. Bizi izlədiyin və dəstək olduğun üçün çox təşəkkürlər. Növbəti seriyalar üçün izləmədə qalın.